gələnlərin bəziləri neft daşlarını 7 gəmi adası, bəziləri dünyanın 8-ci möcüzəsi kimi kəşf ediblər. Mənsə onu elə kəşf etdim. Sizin görəcəyiniz əhvalatda mənim elə bir əhəmiyyətli rolum olmamışdır. Mən buradakı adamların işdən sonraki həyatının adicə şahidi olurdum. Bu adada tanış olduğum adamların sevinci, mübahisəsi, zarafatı sahildəkilərə nisbətən mənə başqa cür, həm də bir qədər sərt göründü. Elə adanın özü də bütün yer üzündə olan adalardan, cəzirələrdən xeyli fərqlənir. Düzdür. Burada maşınları, avtobuslar, matavozlar, avtokranlar gəzir. Buranın da öz limanları, təyyarə meydançaları, böyük şəhərlərdə olduğu kimi geniş küçələri, dar dalanları vardır. Bu yerlərə bələd olmayan adam, estakadanın qol budaqları içərisində başını itirir, bəzən də azır.